Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Bəzən bir millətin taleyi bir sözün içində gizlənir. Bizim bugün danışacağımız söz azadlıqdır. Mən Altay Urmulu, siz Azadlıq və Ədalət proqramını dinləyirsiniz. Bu verilişdə biz azadlığın yalnız bir söz yox, bir məsuliyyət olduğunu danışacağıq. Nietzsche'nin bir sözü var ki deyir, azad insan o kəsdir ki, öz üzərinə hökm edə bilir. Bu cümlə sadə səslənir, amma içində bir millətin bütün fəryadı var. Çünki azadlıq qanunların sənə verdiyi bir icazə deyil, öz varlığını, öz düşüncəni, öz haqqını müdafiə etmək cəsarətidir. Gəlin bir baxaq, İran anayasasında azadlıq necə görünür? İran anayasasına baxsaq əgər, hər sətirdə bir amma görərik. 24-cü maddəsində deyir, mətbuat azaddır, amma İslama və ictimai asayişə zidd olmamalıdır. 26-cı maddədə isə deyir, partiyalar azaddır, amma ölkə bütünlüyü ilə azadlığı, milli birlik və İslam prinsiplərinə zidd olmamaq şərti ilə. Sanki azadlıq orada həmişə bir qapının arxasındadır. Sən onu görürsən, amma toxuna bilmirsən. Beləcə, azadlıq bir hüquq kimi yox, bir nəzarət altındakı anlayış kimi təqdim edilir. Anayasanın sətirlərində azadlıq var, amma onun nəfəsi İslam Cumhuriyyəti ideoloji çərçivəsi içində boğulur. Bəzən biz qarışdırırıq. Qanun varsa, demək ədalət də var. Halbuki, tarixin ən böyük haqsızlıqları qanuni yolla həyata keçirilib. Güney Afrikada apartheid qanun idi. Almaniyada Hitler öz qəddarlığını qanunla əsaslandırmışdı. İranda isə biz çox görmüşük ki, suçsuz bir vətəndaşın həbsinə, edamına və ya işgəncəsinə qanuni damğa vurulur. Amma qanuni olmaq, haqlı olmaq demək deyil. Çünki qanun güclünün qələmindən çıxır, amma haqq vicdanın səsindən doğulur. Martin Luther King deyirdi, insanın mənəvi borcu ədalətsiz qanuna itaətsizlikdir. Bəli, bəzən susmaq cinayət olur və qanun haqsız olanda onun qarşısında dayanmaq azad bir insanın borcudur. İranın hüquqi piramidində Allahdan sonra ən yuxarıda olan şəxs vilayəti fəqihdir, ya həman rəhbər. Anayasada yazılır ki, o, bütün hakimiyyətin mənbəyidir. Qanunlar məclisdə qəbul edilir, amma onların son taleyinə Şura-i Nigahban qərar verir. Əgər Şura bir qanun İslama ziddir desə, xalqa tanınan o cüz'i iradə haqqı belə silinir. Beləcə, xalq səs verir, amma səsi duvara dəyib qayıdır. Azadlıq məhz bu divarın arxasında qalır görünən, amma əl çatmaz bir umud kimi. Amma tarix sübut edib ki, azadlıq uzun müddət dustaqda qala bilmir. Mandela 27 il zindanda qaldı, amma onun bir cümləsi rejimləri silkələdi. Azad olmaq başqasının zəncirini qırmaq deyil, öz qorxunun zəncirini qırmaqdır. Şiliyə baxaq, Tunisə, Ləhistana, Çekoslovakiyaya insanlar azadlıq üçün qanunlara qarşı çıxıb, amma bu üsyanlar sonda ədaləti doğurubdur. Vakalav Havel yazırdı, hakimiyyət yalan üzərində qurulanda sadəcə həqiqəti demək artıq bir inqilabdır. Bu sözlər bizə yad deyil. Çünki Güney Azərbaycanda, xiyabanlarda insanlar illərdir bu üç kəlməni təkrarlayırlar. Azadlıq, ədalət, milli hökumət. Bu üç kəlmə sadəcə bir kəlmə deyirlər. Bunlar bir millətin azadlıq manifestidir. İndi sual budur. Əgər qanun ədalətsizdirsə, nə etməliyik? Bəlkə susmaq daha təhlükəsiz görünə bilər. Amma susmaq
köləliyin razılığı deməkdir. Qanun sənə sus, bu söz deyilməz deyəndə, haqq sənə de, bağır deyir. Qanun sənə getmə deyəndə, vicdan adım at deyir. Havelin dediyi kimi, azadlıq qorxunu içində daşıya-daşıya belə doğru olanı deməkdir. Haqqı müdafiə edənlər heç vaxt çox olmurlar. Amma tarix onlarla yazılır, çoxlarla yox. Azadlıq insanın nəfəsi kimidir. Onu bir an kəssən, həyat dayanar. İran anayasasında azadlıqdan danışılır, amma o azadlığın nəfəsi sıxılır. Hüquq, ədalətin dili olanda cəmiyyət nəfəs alır. Hüquq qorxuya çevriləndə isə millət susur. Ona görə də azadlıq uğrunda mübarizə bir siyasi seçim deyil, bir varlıq məsuliyyətidir. Nietzsche deyirdi ki, azadlıq məsuliyyət daşıma cəsarətidir. Azad insan odur ki, qorxsa da susmur. Çünki o bilir, azadlıq verilmir, azadlıq qazanılır. Əziz dinləyicilər, azadlıq haqqında düşünmək bəzən azadlığın özüdür. Bugün biz biraz düşündük. Sabah bəlkə həm mən, həm də siz bu mövzuda ətrafımızdakilərlə daha çox danışıb düşünəcəyik. Mən Altay Urmulu. Siz Azadlıq və Ədalət proqramını dinlədiniz. Unutmayın, azadlıq qorxunun sükutunda deyil, vicdanın səsində yaşayır.